Herkese salamlar. Gelin bugün bu anlamağa biraz mürekkep gelen bir fenomen hakkında danışalım. Aslında fenomen değil. Ama sanki dilde insan başa düşür, məntiqli də başa düşür. Düzdür də. Amma nədənsə özümüzə tətbiq etməyə gələndə sanki bunu otuzdura bilmirik. Mən bu dəqiqə özümlə deyil də ideal obrazımla, beynimdə özümün haqqında yaratdığım bir imajla tanımlamaq haqqında danışıram. Özellikle keçən həftəki videonu əgər izləməmisənsə, çox məsləhətdir. Özümdən narazıyam adlandırdım. Orada mən bir neçə dəfə təkrarən deyirəm ki, insan özünü olduğu yerdə görməyənə kimi, necə varsa elə tanımlamayana qədər, yəni şikayəti buraxıb, öz ideal obrazından özünün haqqında şikayət etməkdənsə, olduğu yerdə özünü tapmazsa bir növ, onda gerçek evolüsiya ve inkişaf mümkün değil. Mümkün değil. İndi burada sanki o mövzunun birazca davamı kimi misal üzerinden biraz açmağa çalışacağım. Uydurulma misallarda ama yani hamımızın həyatında asanlıkla çox insan bunu özündə bəlkə görə biləcək. Deməli, təsəvvür edək ki, mən məktəbi oxumuşam. Sonra da təbii olaraq indi çox qısa əzazla Bakıda universitetə daxil olur və təhsilini alır. Mən universiteti oxudum, bitirdim, diplomu aldım və mən diplomlu bir qızam, düzdür? Amma indi həyat elə gətirdi ki, ya bəlkə mən heç vaxt həvəsli olmamışam işləməyə, ya bəlkə bu mənim hələ ki radarımda önəmli bir şey deyil, hələ prioritetimə çevrilməyib, bəlkə yaşım gəncdir, bəlkə çox zəngin bir insanla ailə qurmuşam, yenə də yaşım dolayı, hələ ki başım havalardadır falan, yəni işləməyə heç vaxt düşünməmişəm və mənim diplomum olsa belə, mən bir növ 5 ildir, bəlkə 10 ildir evliyəm, bəlkə 15 ildir evliyəm, amma heç bir zaman təhsilimdə aldığım bilikləri tətbiq etməmişəm. Gəlin belə bir misal, məncə çox qadın özünü burada tanıya bilər. Məsələn, mən özümə getsəm, mən bir növ çox minnətdaram həyata, şanslıyam o mənada ki, evlənməmişdən qabaq 3 il işlədim. Mən ingilis dilini, İnyazı bitirmişəm. İngilis filologiyasını və ondan sonra 3 il kursda işləmişəm. Həm ingilis dili əvvəlcə müəllimi, sonra da TOEFL və IELTS dərs demişəm. Və bu mənə çox güclü bir bünövrə verib. Yəni sanki mən sadəcə diplomu deyil də, amma işimi bilən birisiyəm. Yəni mən işləmişəm, biliklərimi direkt olaraq tətbiq eləmişəm və bir növ orada professionallaşmışam. Yəni hətta indi belə, məsələn, təsəvvür etsək ki, mən nədənsə ya Azərbaycanda, ya yaşadığım ölkədə indi ingilis dili müəlliməsi olmaq istəsəm, mənim diplomum var, mənim iş təcrübəm var, bəli bir kvalifikasiyaları keçib mən qaldığım yerdən birinə davam edə bilərəm və üstünə tikə bilərəm əslində. Amma biz indi başqa situasiya baxırıq. Harada ki mənim diplomum var, amma mən heç vaxt işləməmişəm. Baxın, mən özümü necə birisi də tanımlayıram. Mənim beynimdə mən savadlı, diplomlu bir qızam. Və mənim üçün belə birisi olmaq özəlliklə önəmlidir. Çünki məsələn, mən oxumamış insanlara cahil kimi baxıram, yəni aşağı səviyyə birisi kimi baxıram və bu mənim bir növ özüm haqqında qürur mənbəyimdir ki, mən diplomlu birisiyim, mən oxumuşam, təhsilliyəm. Fırradırıq qabağa, 10 il keçib, 15 il keçib və həyatdır, fərqli situasiya ola bilər. Bəlkə birdən mən ayılıram və mən düşünürəm ki, mən işləmək istəyərəm, bir şeylər etmək istəyərəm həyatımda. Məsələn, uşağım biraz böyüyüb, bağçadadır, məktəbdədir və mənim zamanım var. Birdən, yəni, yaşım 35-i keçir falan, birdən, okey, mən istəyərəm işləməyi. Ya da bəlkə mən hələ də evli deyiləm, ata-ana evindəyim, indi Azərbaycandan danışırıq və mən təhsili olduğuma baxmayaraq, hansısa bəlli bir səbəblərə görə işləməyə başlamamışam və valideynlərimdən maddi olaraq asılıyam. Bu bizim aramızda çox gərginlik yaradır, mən bezmişəm, artıq onlardan azad olmaq istəyirəm və bunun üçün işləmək lazımdır, düzdür? Ya da ki, həyatdır yenə də, bəlkə elə gəlib ki, mən evliliyimi bitirmək istəyirəm, boşanmaq istəyirəm və özümü
maddi cəhətdən azad hiss eləmək üçün, valideynlərimə qayıdıb onlardan asılı olmamaq üçün. Bəlkə də mənim valideynlərim artıq dünyasını dəyişib və mən bu dünyada təkə bir növ özümə güvənməliyəm. Mənə pul lazımdır. Pul isə təbii olaraq işdən gəlir. Düz deyilmi? Yəni fərqli situasiyalar ola bilər. Və mən bir növ, indi çox önəmli bir məqamı deyəcəm və bir növ insanın şəxsən, indi özümdən gələrək deyəcəm, asan olsun, iki yerə bölürəm. Əgər mən beynimdə özümü tanımlayıram illərlə, mən savadlı, təhsilli qızam. Mənim beynimdə mən o ay günəm. Yəni məndə problem yoxdur, məndə hər şey yeri yerindədir və sanki mənə belə durup istəyən kimi gedib işləyəcəm. Bu mənəm. Və bu tərəfdəki mənim özüm haqqında özümü tanımladığım bir obrazdır. İndi deyəcəksiniz, o niyə obraz Aygün faktdır? Faktdır. Bəli, diplom varmı? O kağız varmı? Varmı? Amma gəlin indi reallığa baxaq. İndi mən yavaş-yavaş keçirəm bu tərəfə və oluram real Aygün. Hansı ki 10-15 ildir işləməyib və təhsilində aldığı bütün bilikləri tamamən unudub, özünü çox özgüvənsiz hiss eləyir. Bu dəqiqə soruşsan ki, məsəl üçün oxuduğum ingilis dili məsəl üçün oxumuşam da və heç vaxt işlənməmişəm. Təsəvvür edək ki, mən Amerikaya köçməmişəm, Azərbaycanda qalmışam, işlətməmişəm dili. Unutmuşam, dili də unutmuşam, qrammatikanı da unutmuşam, heç bilmərəm ha tərəfdən başlayım ki, insanlara dərs deyim və işi düşünmək belə, yəni mən çıxacam el arasına, işləyəcəm, nəsə eləmək lazımdır, fikri belə məni dəhşətli dərəcəsində qorxudur. Yəni mən özümü bu tərəfdə real özümlü tanımlasam, real olaraq necəyəmsə özümə baxsam, mənim içimdə əlbəttə ki, dəhşət çox emosional fırtınalar qopmağa başlayır. Çünki mən özümü gördüyüm yerdə hal-hazırdakı halımı bəyənmirəm. Niyə bəyənmirəm? Çünki axı beynimdə, baxın keçirəm. Beynimdə mən buyam. Beynimdə mənim problemim yoxdur. Hətta kimsə mənə söz belə deməyə çalışsa ki, hə bala bəlkə kurslara gedəsən, bəlkə nə bilim neyəsən, mən təhqir oluna bilərəm ki, necə sən nə demək istəyirsən, mənim diplomum var, mənim savadım var. Var. Amma hal-hazırda həyatın gətirdiyi situasiyalara görə o sadəcə bir kağızdan başqa bir şey deyil. Bu kağız sənə kömək edərmi? Edərmi? Özəlliklə əgər Azərbaycanda yaşayırsansa, heç bir əlavə kvalifikasiyalardan, universitetlərdən keçmək lazım deyil. Xaricdə olduğu kimi bizim diplom direkt olaraq qəbul olunmur, düzdür? Situasiyanı asanlaşdırır. Amma təsəvvür et ki, sən xaricdəsən, bu ucu mürəkkəbləşdirir artıq situasiyanı. Amma biz Azərbaycanda qalaq. Mən özümü bununla tanımlayıram. Amma mən görmək istəmirəm, əsla görmək istəmirəm ki, bu hal-hazırda sadəcə bir kağızdır. Və bu kağız mənə süni özgüvəndən başqa heç bir şey vermir. O bilirsiniz necədir? Elə ki, mən titrəyirəm, ölürəm, soyuqdan xəstəyəm, əsirəm ya da hava soyuqdur, bilmirəm. Özümü bir növ isitmək üçün o adyalla örtürəm. Və müvəqqəti olaraq o adyal mənə elə belə isidir. Amma əslində mənim evimdə adapleniya yoxdursa, kombi yoxdursa, ümumən istəyən yoxdursa və qış qabaqdadırsa, mənim evim buz kimidirsə, mən o adyalın altından çıxsam, qalxsam, reallığa daxil olsam, yəni o yaşadığım qutudan bir növ çıxsam, ya da o adyalın altından çıxsam, onu qutu kimi təsəvvür edin, mən yenə öləcəm soyuqdan. Reallıqda mənim evim soyuqdur və mənim bu barədə bir şeylər etmək lazımdır. Bu bir kombi qurmaq lazımdır ki, ev isinsin. Amma nə zamana kimi ki, mən o adyalın altındayam, mən bir növ illüziyadayam ki, mənə istidir, isinmişəm. Məndə var. Baxın, bizim o diplomda elə bir şey düşünün. Çünki bu tərəfə mən keçəndə, baxın keçdim yenə real mənə. Burada mən o diploma baxanda mən başa düşürəm ki, o sadəcə bir kağızdır və mənim ağlamağım gəlir. Burada olmaq insana çox acı verir, çox ağrılı bir şeydir. Bir növ həyatı, nə bilim, 30-35 yaş üstə görmək və anlamaq ki, sən bir növ, başqa həyat sahələrini demirəm, bu dəqiqə sadəcə işdən danışırıq da, bu barədə mən bir növ sıfırdayam. Və mənə sıfırdan başlamaq lazımdır. Və mən nə qədər də istəsəm özüm haqda düşünüm ki, mən buyam,
əslində reallıqda mən bu deyiləm. Reallıqda mənim heç bir təcrübəm yoxdur, mənim bacarıqlarım yoxdur, mən hardan başlayacağımı bilmirəm. İş haqda düşünməyə başlayanda belə uşaq kimi qorxmağım gəlir. İnsan arasına çıxıb bir şey eləməkdən fikrindən tir-tir əsirəm, çünki onların heç olmasa biraz təcrübəsi var, mən balaca bir dovşan kimi çıxıram. Yəni bunların hamısını insan görməyə başlayır. Və bunu görəndə çox zaman axı biz bunu görüb burada qala bilmirik, bu çox acılı olur. Biz buradan belə sразу bura tullanmaq istəyirik. Niyə? Elə belə o, nə bilim, qurbağanın qaynar suya atarsan, fırlanar. Elə, çünki orada qalmaq incidir. O, mən deyiləm hissi gəlir. Bu mən ola bilmərəm. Çünki mən illərlə beynimdə buyam, bu tərəfdəki mənəm. Diplomlu, təhsilli, aygın. İndi nə demək istəyirəm? Əgər mən burada qalsam, mən heç vaxt inkişaf eləməyəcəm. Mənim həqiqi evolyusiya keçmək üçün və bir növ sahəmdə, bəlkə bu sahədə, bəlkə başqa sahədə, bəlkə də mən artıq bu diplomu istəmirəm, başqa sahədə gedib öyrənirəm, oxuyuram. Bir yerə gəlmək üçün, bir növ professionallaşmaq üçün, hansısa iş sahəsində mütəxəssis olmaq üçün mənim bircə yolum var, o da bax burada olmaqdır. Nə qədər də çətin olsa, yavaş-yavaş özümü real özümlə tanımlamağa başlamaqdır və bir növ indiki halıma tab gətirməyi öyrənməkdir. Çünki mən bunu görsəm, harada olduğumu anlasam, yavaş-yavaş nə qədər də məni incitsə, bilirəm ki, bu çox incidir. Barışmağa başlasam, mənim böyüməyə şansım var. Məsələn, mən indi sıfırdayam, çox incidir, qürurum sınır, özümə hirslənirəm, əsəbləşirəm, özümə hirslənirəm də buradan olur ki, sən nə gündəsən, nə inirsən, deyə cəmaat orada biznes qurur, deyə cəmaat həm uşaq doğur, həm işləyirsən, sən nə inirsən, 20 il hardaydın, sən 10 il hardaydın kimi böyük danışırıq, çünki özümüzü buradakı mənlə tanımlayırıq. Buradakı mən isə başa düşür, ona çox aydındır ki, hansısa səbəblərə görə o indi bu nöqtədədir. Yəni əvvəldə sadaladığım fərqli, həyat fərqli gətirə bilir. Və mən indi buradayam və burada ikən mən artıq addımlar ata bilərəm. Kurslara mı gedə bilərəm? Başa düşə bilərəm ki, okey, mənim yaşıdlarım bəlkə 10 ildə, 15 ildə işləyir və onlar hardadılar və bu çox normaldır. Mənə hələ illər lazım olacaq bəlkə o səviyyəyə çatmaq üçün. Amma bilmək olmaz, yəni insan sıfırdan başlayanda ona dibdə imiş kimi gəlir. Çünki biz reallığa gələndə biz dibə inmiş kimi hiss edirik. Dibə vurmuş kimi hiss edirik. Çünki burada dibdə deyiləm. Burada problem yoxdur, tamamdır. Mən diplomlu qızamda nə olsun? Heç mən fikirləşmirəm ki, mənim burada təcrübəm yoxdur, bir növ iş sahəsində heç nəyəm. Burada mən tamamam. Amma burada real məndə. Mən elə bilirəm ki, dibdəyəm. Halbuki üzərinizdə işləməyə başlayanda yetərincə tez olur bəzən, insanın potensialı inkişaf eləməyə başlayır. Elbəttə bir növ əvvəl bir il ərzində bir növ sürünə gedirsən, amma o sonra o belə motor yavaş-yavaş qoşular, insan zövq almağa da başlayanda bir növ daha tez addımlarla yavaş-yavaş irəliləməyə başlayırsan. Çünki bünövrəvi qurursan, o 1-2 il ərzində insan o bünövrəni qurur. Yəni, özümü real özümlə tanımlamaq budur. Amma dediyim kimi bu çox çətindir. Çox insan fərqində belə deyir ki, daima bu tərəfdədir. Bu tərəfdə olduğuna görə də inkişaf edə bilmir. Gəlin ikinci misal verim. Təsəvvür edək ki, mən özümü çox ağıllı, fərasatlı, savadlı bir insan kimi tanıyıram. Ağıllı. Amma əslində mən özümü bu ağıllı, ay gülümsə belə tanımlayıramsa, əslində onda mən fərqində olmuram ki, mən az bilirəm. O, bir növ deyirlər, o boş baraban ən güclü güruldayır, o fason. Çünki insan bilikli olanda o qədər başa düşür ki, heç nə bilmir. Başa düşür ki, anlamalı olan o qədər şey var və sən anladıqca başa düşürsən ki, aman Allahım, ölənə kimi heç bir şey çözə bilməyəcəksən. Və onda elbə ki,
insana elə gəlir ki, ölçüsü kiçilir, amma kiçilmir. Əslində real ölçüsünə qayıdır. Amma heç nə bilməyən də sözünü belə 3-5 şey oxuyub, diplomlu savadlı insan tanıyanda və özəlliklə indi bilirsiniz də Instagramda doludur. Buradan oxudum, oğurladım, ondan oxudum, oğurladım. İdeal obrazımı bəzədim. Güya ki bilikliyəm, əzbərləmişəm bu bilikləri, amma bir əlavə sual versəm heç nə deyiləm. Amma burada belə görürsünüz, belə şişmiş, belə bir obrazdayam, özümdən çox razıyam. Onda mən yenə inkişaf edə bilməyəcəm. Əgər mən barışsam ki, mən daima inkişaf modundayam. Mən bir növ daima yetərsizəm. Daima yetərsizəm. Ölənə kimi yetərsiz olacağım. Çünki əgər mən inkişaf edirəmsə, mən hər zaman qarşıma elə şeylər çıxacaq, hansını ki mən bilmirəm, hansını ki mən öyrənməliyəm və mən davamlı olaraq o yetərsizliyimlə qarşılaşacağım. Bu bizim insan halımızdır. Biz istəyirik tez bazar belə öyrənək hər şeyi, bəziyək, düzəyək, bunu da öyrənim, o kursa da gedim, bunu da, bəzədim özümü, belə şişdim. Bunu istəyirik. Və vəssalam, inkişaf bitdi. Mən gəldim, bəlli bir nöqtəyə çıxdım, mən tamamam. Və burada insanın regresi başlayır, degradasiyası başlayır. Əgər mən amandır, əgər mən bu nöqtəyə gəldim ki, harada ki mən düşünürəm ki, mən tamamam. Vəssalam, mən artıq fərqində olmadan geriyə getməyəm. Dığırlanıram, geriyə gedirəm, amma fərqində belə deyiləm. Bir də ayılıram ki, kimsə nəsə deyir və mən əsəbləşirəm, qıcıqlanıram ki, mən bunu niyə bilmirəm? Mən bunu niyə bilmirəm? Və onda yenə eyni köhnə prinsiplərlə başlayıram. Hə, bunu oxuyum, bunu əzbərləyim. Amma dərinə getmirəm, anlamıram. Başa düşmürəm ki, mən başa düşmürəm və sadəcə əzbərləməklə məşğulam. Onların hamısı mən sadəcə özümü real özümlə tanımlasam, başa düşsəm ki, bir şeyləri anlamaq üçün illər lazımdır. Bəzən özümdən bilirəm, yəni bir abzası oxuyuram hardasa və 3 gün düşünürəm, bir cümləni eşidirəm hansısa filmdə, bir həftəmi alır ki, tam anlayım bu, tamlığınla bu nə demək istəyir. O cümləni anladığımı düşünəndə belə 3 il üstündən keçir və başa düşürəm ki, mən onda anladığımı düşünmüşdüm. Bilirsiniz, ən sevdiyim şeydir həyatda. İllər öncə baxdığım filmi indiki halımla baxmağa. Eyni dizini belə 3 il öncə, sonra 1-2 il öncə və indi hal-hazırda baxanda başa düşürəm ki, onda anladığım nəymiş ki? Çünki real özündə olmaq budur. Bilmək ki, mən bunu indi izləyirəm, mən bunu indi bilirəm. Baxın, bunları indi mən paylaşıram, amma bu demək deyil ki, bu son nöqtədir, mən bunu çözmüşəm. Bəlkə üstündən 1 il keçəcək və mən bu videonun daha dərin, daha mürəkkəb, daha geniş bir versiyasını çəkəcəm. Çünki biliklərim əlbəttə ki, artacaq. Mən genişləncə, mən eyni yerdə qalmayacağam. Amma mən düşünsəm ki, bax, bu əssalam, bitdi. Mən uca buradayam, mən çözmüşəm, mən gəldim, sizə öyrətdim, başa saldım hər şey necədir. Vəssalam. Siz də deyirsiniz, Aygün, mənə deyirlər, hamıdan haqlı sizsiz, mənə elə gəlir, ideallaşdırırlar da mənə. Budur, Aygün bunu deyirsə, mən onu ideal təyin etmişəmsə, bu dəqiqə Aygün dediyin, deyən, əzbərliyim, heç başa düşməyim, tam nə demək istəyir ki, əzbərliyim, tam biliyi budur, bunu da mən gedəcəm, hamıya danışacağım, deyəcəm, belədir, hamını ikna eləməyə çalışacağım, budur, Aygünün videolarına göndərsəm ki, bunu eləmirlər, təəssüf ki, nə olar edin. Göndərin mənim videolarımı, birlikdə maariflənək. Yəni belə bir proses olur. Ona görə ümid edirəm ki, bu iki misalın üzərinə gedərək, baxın, çalışın özünüzün, siz həyatda hardasınız, sizi narahat edən sahə hansıdırsa, oradan baxın ki, özünüzü nə ilə tanımlayırsınız, əslində isə hardasınız. Və mən bilirəm, özümdən bilirəm ki, özünü bax burada bu real özündə tapmaq əvvəlcə çox incidir. Uzun zaman çox incidir. Çünki dəbələməyə başlayırsan, dəbələdikcə görürsən ki, yolun nə qədər uzundur, nə qədər sadəcə xırda addımlarla gedə bilirsən ilk əvvəl. Biz axı özümüzü burada tapanda istəyirik ki, tez buradan qurtulaq, tez, nə edək, tez, ona görə deyirlər, ay yoxam, neçə seansa mənim problemim düzələr, neçə aya mənim problemim düzələr. Başa düşmürlər onda ki, tez bazar bunu həll edib, yəni buradakı halına qoşulmağa çalışırlar. Biz buradakı özümüzü bir növ buraxmaq istəmirik. Çünki o bizə tamamilə fərqli hisslər bağışlayır, nəinki burada. Və bu haqda mən nəzrinə olan dərinə gedək videomuzda ideal obraz niyə itirmək istəmirik haqqında qəşəng ətraflı danışmışıq, orada izləyə bilərsiniz. Mənim isə bugünlük demək istədiyim bu qədər. Kanalıma abunə ol, layqlarınla, şərhlərlə dəstəklə, videolarımı paylaş. Dəstək mənim üçün çox önəmlidir. Mən də hər zamanki kimi hər həftə
anladıqlarımı, hal-hazırda gördüklərimi səninlə paylaşmağa davam edəcəm. Çox sağ ol, görüşürük.